Salam gözəl insanlar. Bu gördüyünüz də Yang Bin Fang. Yəni ki, Bruce Lee'nin evi deyək, Bruce Lee'nin məkanı deyək. Bax belə bir yerdir. Burada hamısı bu qaydada gəlir burada. Baxın. Bu qaydada hamısı şəkil çəkdirməyə gəlir. Burada yaxşı gəzməli yerləri var. Park kimi yerlərdir. Bura belə deyim də Yang Bin Fang'dır nədir? Nə bilim nədir, ta bilmirəm. Yang Bin Fang, hə. O biçim bu deyilənə görə Bruce Lee'nin evi olubdu. İndi yalan geçə ta bilmirəm, burada elə yazılıbdı. Yəqin ki yazıldığı kimi var. Deməli, bura gördüyünüz Yang Bin Fang parkıdır. Park deməyək də, düzdür, park eləyiblər indi. Bura Bruce Lee'nin yaşadığı, doğulduğu yer sayılır. Yəni burada elə yazılıbdır. Yang Bin Fang parkıdır. Burada bütün insanlar hamısı bax bu cür belə hamısı gəlir, belə şəkillər çəkdirir burada. Bunlar Çinlilərin öz milli geyimləridir. Həmçində bu tərəfdə də var belə. Bunlar hamısı xoş təbəssümlü insanlardır. Hamısı insanlarla xoş rəftar edirlər. Belə yaxşı yerləri var, gəziləsi yerləri var. Parkdır, böyük parkdır. Bu da onların özlərinin öz təbiət gülləridir. Bu parkın da görkəmi bu cürdür. Axşam hava qaraldıqca işıqları yanır. Vəbşə gözəl görsənir. İnsanlar da burada belə oturur. Yəqin ki, çox güman ki, axşam burada yəqin nəsə göstəri olacaq. Çox güman ki, hamı növbədədir. Bax belə.